Bu reseptlə qoğal hazırlasanız, qoğallarınız günlərlə bayatlamayacaq, xırçıltısı da getməyəcək. İnanın səmimiyyətimə, o qədər ləzzətlidir ki, illərdir bu reseptlə edirik. 1 kilo una, duz və sarıkök əlavə edin. Kənarda isə apara hazırlayın. Aparanın içərisinə gedən ərzaqları kənardan götürün, reseptə aid deyil. 2 ədəd yumurtanı da xəmir üçün başlayın çalmağa. Xəmirə yumurtanı, aparanı, limonlu duruya, 1 yemək qaşığı üzüm sirkəsi, süd və su ilə başlayın yoğurmağa. Sonda 50 qram ərdilmiş kərə yağı ilə də başlayın xəmirimizi toparlamağa. Xəmirimiz 1 saat yarım başlatın mayalanmağa. O mayalanana qədər gedək Almarketə, çünki mən ərzaqları Almarketdən almışam. Novruz bayramına özəl çox gözəl endirimlər var Almarketdə. Qoğalın xəmiri üçün Almarketdə satılan dəyirman unundan istifadə edə bilərsiniz. Qoğalda istifadə etdiyim ədviyyatları da Almarketdən aldım. Sözün əsl mənasında axtardığınız hər şey aldı. Qeyri-qida bölümündə qoz fındıq sındırmaq üçün alət, şəkərbura bəzəmək üçün makkaş var idi. Ədviyyatları aldım, gəldim içliyi hazırlamağa. 100 qram otaq temperaturunda kərə yağının içərisinə 1 ədəd yumurtanı əlavə edib qarışdırdım. Elə krem halına gəlməlidir. Üzərinə un əlavə edib umac edin. Əlinizlə belə forma verib sıxılanda artıq deməli hazırdır. Duz, istiot, cirə, raziana və sarıkök əlavə edib qarışdırın. Bədəniniz həssasdırsa, cirə və raziananı çox əlavə eləməyin, çünki qoğal yedikdən sonra sizin mədənizdə yanğı əmələ gələcək. 10 eyni kündələrə ayırdım, kündələri də mayalandırdım, başladım açmağa. Dəzgahın ən alt bölümünü duru yağla yağlayın. Çox əsnək, gözəl bir xəmirimiz oldu. Hər qatı yağlayın. Birinci qata içli əlavə eləmirsiniz, ikinci xəmirdə əlavə edib sonra içliyi səpirin. Qoğalın yaymasını normalda 7 ədəd eləyirlər. Mən 5 dəfə elədim bu səfər. Qoğalın da 1 ədədini 100 qramdan hesabladım. Siz biraz balaca istəsəniz daha az edə bilərsiniz. Vurdum, soba listinə düzdüm. Hardasa 20 dəqiqə mayalanandan sonra əlimlə belə forma verirəm. Yumurta sarısının üzərinə duru yağ əlavə eləsəniz parlaq qoğallarınız olacaq. Üzərinə də çörək yağı əlavə eləyib öncədən istilmiş 180 dərəcə sobada belə bişirin. Və budur, xırçıltılı, günlərlə bayatlamayan, dadına doymayacağınız çox ləzzətli, yeyən hər kəsin bəyənəcəyi bir qoğal reseptidir. Mütləq hazırlayın, sizin də qonaqlarınızın yanında üzünüz ağ olsun. Bu qədər, yer çərşənbəniz mübarək, özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.